Əl-Ənfal, Qənimət suresi Mədinədə nazil olmuşdur. 75 ayədir. 30-cu ayədən 36-cı ayəyə qədər Məkkədə nazil edilmişdir. Bağışlayan və mehriban Allahın adıyla. Səndən Ənfal, bu ayənin nazil edilməsinə səbəb olan, döyüş qənimətləri də nümunələrindən biri olan müxtəlif adlı, çoxlu ümumi mallar barəsində soruşurlar. De, Ənfal Allaha və onun Peyğəmbərinə məxsusdur. Onların həqiqi sahibi Allah, şərti sahibi isə onun nümayəndəsi olaraq Peyğəmbərdir. Odur ki, Allahdan qorxun, aralarınızdakı əlaqələri düzəldin və Ənfal üstündə mübahisə və davadalaş etməyin və əgər möminsinizsə, Allaha və onun Peyğəmbərinə itaət edin. Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəblərinə təvəkkül edərlər. Həmin o kəslər ki, namaz qılar və onlara ruzi olaraq verdiyimizdən həm maddi və həm də mənəvi ruzilərdən Allah yolunda xərcləyərlər. Onlardır həqiqi möminlər. Onlar üçün Rəblərinin yanında, dünyada və axirətdə Allaha yaxınlıq və mənəvi kəramətlərdən ibarət dərəcələr, bağışlanma, gözəl və bəyənilmiş ruzi vardır. Onlardan bəzilərinin Bədr müharibəsi qənimətlərindən məhrum olduqlarına görə narazı qalmaları, Rəbbinin səni möminlərdən bir dəstəsi narazı olduqları halda evindən haqq və doğru olaraq Bədrə sarı çıxarması kimidir. Səninlə o haqq iş, Bədr döyüşünə getmək barəsində onun məsləhətə uyğun olması və Allahın onda olan köməyi aydın olduqdan sonra mübahisə edirdilər ki, bu cihad döyüşündə qüvvələr bərabər deyildir. Onlar elə qorxu və vəhşət içində idilər ki, sanki gözləri baxa-baxa ölümə tərəf sürüklənirdilər. Və yada salın o zamanı ki, Allah sizə o iki dəstədən birinin, Məkkə tacirlərinin Şamdan Məkkiyə gedən və ticarət malları daşıyan karvanının və ya Məkkədən onları qorumaq üçün çıxan silahlı dəstənin sizə nəsib olacağını vəd edirdi. Siz o silahsız dəstənin sizin olmasını çox istəyirdiniz. Allah isə öz kəlimələri, əzəldən lövh-i məhfuzda yazmış olduğu vədləri ilə haqqı bərqərar edərək möhkəmləndirmək və kafirlərin kök və nəslini kəsmək istəyirdi. Buna görə də sizi silahlı dəstə ilə üzləşdirdi ki, günahkarların xoşuna gəlməsə belə, haqqı bərqərar və batili məhv etsin. O zaman Bədr müharibəsi meydanında Rəbbinizdən kömək istəyirdiniz. Beləliklə, Allah sizin duanızı qəbul etdi ki, mən mütləq sizə arxaları ilə minləri gətirən 1000 mələklə kömək edəcəyəm və mələklərin sayı ümumilikdə 3000 oldu ki, 5000-ə qədər nəzərdə tutulmuşdular. Ali İmran surəsinin 124-125-ci ayələrinə müraciət edin. Allah onu, həmin köməyi yalnız sizin üçün bir müjdə olması və qəlblərinizin onunla rahatlıq tapması üçün etdi. Yoxsa onlar qoşunun içində yalnız qaraltı idilər və düşmənin qətlə yetirilməsində birbaşa iştirak etmirdilər.
Kömək yalnız Allah tərəfindəndir. Allah yenilməz qüdrət sahibi və hikmətlidir. O zaman Allah, onun tərəfindən xatircəmlik olsun deyə, sizi mürgü ilə bürüdü və sizi paklaşdırması, şeytanın murdarlığını, şeytanın vəsvəsəsini və ya cənabətliliyi sizdən təmizləməsi, qəlblərinizi möhkəmləndirməsi və qədəmlərinizi sabitləşdirməsi üçün göydən sizə su endirirdi. O zaman Rəbbim mələklərə vəhy edirdi ki, mən sizinləyəm. Odur ki, iman gətirənlərin qədəmlərini sabit edin. Tezliklə kafirlərin qəlblərinə qorxu salaram. Beləliklə, boyunlarına, başlarına zərbələr endirin və barmaqlarının hamısının ucunu kəsin. Bu cəza onların Allah və onun Peyğəmbəri ilə dava və düşmənçilik etmələrinə görədir. Kim Allah və onun Peyğəmbəri ilə dava və düşmənçilik etsə, bilsin ki, həqiqətən Allah ağır cəzalandırandır. Ey kafirlər! Budur dünya əzabı. Buna görə də dadın onu və əlbəttə, kafirlər üçün axirətdə od əzabı da vardır. Ey iman gətirənlər! Kafirlərlə onların izdihamlı qoşunları sizə tərəf irəlilədiyi, ya siz onlara tərəf getdiyiniz halda qarşılaşan zaman, onlara arxa çevirməyin və meydandan qaçmayın. Həmin gün, döyüşü davam etdirmək üçün başqa bir yer axtaran, yenidən hücum etmək üçün geri çəkilmə fəndi işlədən və ya döyüşçü dəstəyə qoşulmaq üçün yeni bir mövqe seçən şəxs istisna olmaqla, onlara arxa çevirən kəs mütləq Allahın qəzəbini özünə qoşmuşdur, bu onun sığınacağı cəhənnəmdir. Ora pis bir dönüş yeridir. Buna görə də bilin ki, onları siz öldürmədiniz, Allah öldürdü onları. Sən onlara tərəf ox və daş atan zaman, sən atmadın, Allah attı. Düşməni məğlub etmək və möminləri yaxşı sınamaq, yaxud onlara gözəl qələbə neməti vermək üçün. Həqiqətən Allah eşidən və biləndir. Bəli, budur küfr və imanın sonu. Allah kafirlərin hiləsini həmişə qüvvədən salandır. Ey Bədr döyüşündən qabaq, tərəflərdən kim haqdısa, qoy Allah onu qalib etsin deyən müşriklər. Əgər siz haqq olan tərəfin qələbə çalmasını istəyirsinizsə, istəyinizə uyğun olan qələbə gəldi, odur ki, təslim olun. Əgər dava və düşmənçilikdən əl çəksəniz, bu sizin üçün daha yaxşıdır. Əgər döyüşə qayıtsanız, biz də möminlərə köməyə və sizi əzməyə qayıdacağıq və sizin dəstəniz hər nə qədər çox olsa da, sizdən Allahın əzabından heç bir şeyi dəf etməyəcəkdir. Bilin ki, Allah həmişə möminlərlədir. Ey iman gətirənlər! Allaha və verdiyi əmrlərdə onun Peyğəmbərinə itaət edin və onun məntiqə uyğun dəvətini eşidə-eşidə ondan üz döndərməyin. Əslində, eşitmədikləri halda, dildə eşitdik deyən kafir və münafiqlər kimi olmayın. Həqiqətən Allah yanında tərpənən canlıların ən pisi, düşünməyən, haqqı eşitməkdə, kar və haqqı deməkdə lal olan insanlardır. Əgər Allah onlarda bir xeyir bilsəydi, əgər onların haqqı qəbul edən gözəl batinləri olsaydı, onlara, hətta Peyğəmbərlər vasitəsilə təbliği təkrar etməklə olsaydı belə,
mütləq eşitdirərdi. Əgər indiki halda onlara eşitdirsə, onlar ilə qəlbəndə dönük olduqları halda mütləq üz döndərərlər. Ey iman gətirənlər! Sizə həyat verən şeyə tərəf dəvət edən zaman, Allahın və onun Peyğəmbərinin çağırışını qəbul edin və bilin ki, Allah hər bir təsir mənbəyindən təsir gücünü almağa tam qadir olduğu üçün, insan ilə onun qəlbi arasında, onun nəfsi ilə məhəbbət və nifrət, iman və küfür kimi sifətləri arasında maniə olar, aralarında ayrılıq salar. Siz hamınız axirətdə ona tərəf, onun huzuruna toplanacaqsınız. Bəlasına sizin yalnız zalimlarınızın düşar olmayacağı, hamını bürüyəcəyi fitnədən, fəsad və günahların ziddiyyətlər, əmr və mərufun yerinə yetirilməməsi və mühüm məqamların ləyaqətsiz insanların əlində olması kimi nəticələrdən qorxun və bilin ki, Allah ağır cəzalandırandır. Və yada salın o zamanı ki, siz yer üzündə az idiniz və zəif sayılırdınız. Həmişə insanların, Qüreyşin və digər kafirlərin sizi bu torpaqda aradan götürmələrindən qorxurdunuz. Allah, bəlkə şükr edəsiniz deyə sizə yer verdi. Sizi öz köməyi ilə gücləndirdi və dünya nemətlərinin paçlarından sizə ruzu verdi. Ey iman gətirənlər! Dinin hökmlərinə qarşı çıxmaqla Allaha və onun Peyğəmbərinə xəyanət etməyin. Həmçinin, xəyanətin şəriət və vicdan baxımından çirkin bir iş olmasını bilə-bilə öz əmanətlərinizə, xalqın və yaradanın əmanətlərinə xəyanət etməyin. Bilin ki, mallarınız və övladlarınız imtihan vasitəsidir və həqiqətən böyük mükafat məhz Allahın yanındadır. Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, o sizə haqla batili bir-birindən ayırt edən bir qüvvə verər, sizin kiçik günahlarınızı təmizləyər və sizin böyük günahlarınızı bağışlayar. Allah böyük lütf və ehsan sahibidir. Və yada sal o zamanı ki, kafirlər sənin barəndə səni həbs etmək, ya öldürmək və ya şəhərdən çıxarmaq üçün hilə və biclik işlədirdilər. Onlar daim hilə işlədirdilər və Allah da onların hilələrinin qarşısını alırdı. Allah hilənin qarşısını alanların ən yaxşısıdır. Bizim kitabın ayələri onlara oxunduqda, inadın və təkəbbürün çoxluğundan əlbəttə eşitdik. Əgər istəsək, biz də bunun kimisini deyərik. Bu qədimlərin əfsanələrindən başqa bir şey deyildir deyərlər. Və yada sal o zamanı ki, Qur'anı inkar edən müşriklər, ey Allahımız, əgər bu sənin tərəfindən vəd olunmuş həmin haqdırsa, onda göydən bizə daş yağdır. Ya bizim üçün başqa bir ağrılı əzab gətir dedilər. Lakin nə qədər ki sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir. Həmçinin nə qədər ki onlar istiğfar edirlər, Allahdan bağışlanmalarını istəyirlər, Allah onlara əzab verən deyildir. İstiğfar, müşriklər barəsindəki ayələrin içərisində olan bu ayənin kitab əhlinə aid olmasına dəlalət edir. Məscid-ül-Həramın başçısı olmaya, insanları ora daxil olmaqdan saxladıqları
cemaatın ora daxil olmalarına mane olduqları halda Allah onlara nə üçün əzab verməməlidir? Oranın başçısı yalnız pəhrizkarlardılar, lakin çoxları bilmirlər. Onların Kəbə evinin yanındakı namaz və duaları fit və əl çalmaqdan başqa bir şey deyildi. Buna görə də etdiyiniz küfrün cəzası olaraq dadın dünya və axirət əzabını. Həqiqətən kafirlər öz mallarını Bədir, Ühüd və digər müharibələrdə olduğu kimi insanları Allahın yolundan saxlamaq üçün xərcləyirlər. Tezliklə hamısını xərcləyəcəklər, amma bu sonra onlar üçün bir həsrət dağı olacaqdır və daha sonra məğlub olacaqlar. Kafirlər qiyamət günü öz qəbirlərindən cəhənnəmə doğru toplanacaqlar. Onların küfürləri və həmin yoldakı xərcləri səbəb olub ki, Allah murdarı pakdan, dünyada kafiri mömindən və haramı halaldan ayırsın və axirətdə murdarları bir-birinin üstünə yığıb, hamısını üst-üstə qalasın və cəhənnəmə atsın. Bəli, onlardır ziyana uğrayanlar. Kafirlərə de, əgər küfrdən əl çəksələr və İslamı qəbul etsələr, keçənlər günahlarına görə çəkməli olduqları cəzalar, əməllərinin qəzası, kəffarələr, Allaha olan borcları və axirət əzabları onlara bağışlanır. Amma əgər küfrə və haqq ilə mübarizəyə qayıtsalar, şübhəsiz bizim əvvəlkilərin barəsindəki yolumuz, bizim itaətsiz azğınları həlak və məhv etmək barəsindəki ənənəvi qanunumuz keçmişdir və bunlarla da elə rəftar edərik. Onlarla, müşriklərlə heç bir küfr, fəsad və təhlükə qalmayana və ümumi rəsmi din tamamilə Allaha məxsus olana kimi vuruşun. Beləliklə, əgər şirkdən əl çəksələr, əlbəttə, Allah onların etdiklərini görəndir və əgər üz döndərsələr, bilin ki, Allah sizin başçınız və dostunuzdur. O gözəl başçı və dost, gözəl yardımçıdır. Əgər Allaha və haqqın batildən ayrılıq günü, o iki dəstənin müsəlmanlarla müşriklərin Bədr müharibəsində toqquşduğu gün, öz bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin, kafirlərlə döyüşdən və ya hər hansı bir qazanc vasitəsilə əşya və mallardan nə qənimət əldə etsəniz, onda şübhəsiz onun 5də biri Allahın, onun Peyğəmbərinin, Peyğəmbərin qohumunun, yetimlərin, yoxsulların və yolda İslam və müsəlmanlar üçün lazım olan hər bir dini və dünyəvi hədəf yolunda qalanlarındır. Allah onun həqiqi sahibi, Peyğəmbər və onun yaxınları isə ümmətin imamı olaraq onun şərti sahibidirlər. Peyğəmbərin qohumlarından olan digər 3 dəstə isə həmin maldan onlar üçün xərclənmək haqqına malikdilər. Allah hər şeyə qadirdir. Bu surənin 1-ci ayəsində bütün döyüş qənimətlərinin Allaha və onun Peyğəmbərinə məxsus olduğu bildirilmişdi. 69-cu ayədə isə onun hamısı möminlərə mübah edilmişdi. Həmin 2 ayəyə iman gətirdikdən sonra, bu ayə qaranlıqları aradan qaldırır ki, onun xumsu, yəni 5də biri Allahın, Peyğəmbərin və adı çəkilən dəstələrin, yerdə qalanı isə döyüşçülərindir. Ayrılıq günü
o zaman idi ki, siz vadinin Mədiniyə yaxın tərəfində əlverişli olmayan bir mövqeydəydiniz. Onlar Mədinədən uzaq tərəfdə, Məkkiyə yaxın olan və əlverişli olan bir mövqedə, Qureyşin ticarət karvanı isə sizdən aşağı hissədə idi ki, onlar qaça bildilər. Əgər bir-birinizlə vədələşsəydiniz, həmin vədələşmənizdə fikir ayrılığına düçar olar, yaxud orada olmaqdan yayınardınız. Lakin Allahın olmalı işi gerçəkləşdirməsi üçün belə oldu və belə bir məcburi qarşıdurma yarandı və qarşıya qeyri-adi qələbə çıxdı ki, həlak olan dəlil sübut üzündən həlak olsun və mənəvi həyat tapan dəlil sübut üzündən həyat tapsın. Həqiqətən Allah eşidən və biləndir. Xatırla o zamanı ki, Allah onları yuxunda sənə az göstərirdi ki, öz qövmünə belə xəbər verəsən. Əgər onları sənə çox göstərsəydi, mütləq süst olar və qorxar, döyüş işində bir-birinizlə ixtilaf və çəkişməyə düçar olardınız. Lakin Allah sizi ixtilafdan salamat saxladı. Həqiqətən O, ürəklərdə olanı, sizin niyyətlərinizi biləndir. Və xatırla o zamanı ki, onlarla üz-üzə gəldiyiniz vaxt, Allah öz əzəli elmi və mütləq iradəsi əsasında olacaq işi gerçəkləşdirməsi üçün ilk baxışda onları sizin gözlərinizdə az göstərir və sizi onların gözlərində azaldırdı. Hərçənd döyüş əsnasında iş əksinə oldu. Ali İmran surəsinin 12-ci ayəsinə müraciət edin. Bütün işlər və varlıq aləminin bütün hadisələri, nəticələrin səbəblərə qayıtması qanununa uyğun olaraq, mütləq səbəb olan Allaha qayıdır. Ey iman gətirənlər! Düşmən ordusundan olan bir dəstə ilə qarşılaşarkən möhkəm durun və Allahı dildə və qəlbdə çox zikr edin, bəlkə nicat tapdınız. Allaha və onun Peyğəmbərinə vacib əmrlərində itaət edin və bir-birinizlə çəkişməyin və mübahisə etməyin ki, süstləşərək qorxaqlaşar və ağalıq və hökmranlığınız aradan gedər, sizə bir daha qələbə yeli əsməz. Səbr edin ki, həqiqətən Allah səbirlilərlədir. Öz evlərindən, nemətdən sərxoş halda və özlərini cəmaata göstərmək üçün çıxan və insanları Allahın yolundan saxlayan kəslər, Əbu Cəhlin Bədrə tərəf gedən qoşunu kimi olmayın. Allah qüdrət və elm baxımından onların etdiklərini əhatə etmişdir. Və xatırla o zamanı ki, şeytan onların gözlərində batil əməllərini zinətləndirdi və bugün insanlardan sizə qalib gələcək bir kimsə yoxdur və mən sizə pənah verənəm dedi. Beləliklə, iki dəstə bir-birlərini gördükləri zaman o dabanları üstə geriyə döndü və dedi: Mən sizdən uzaqam, mənim sizin əməllərinizə heç bir qarışacağım yoxdur. Mən sizin görmədiyiniz şeyi, mələklərin nazil olmalarını və kömək etmələrini görürəm. Həqiqətən mən Allahdan qorxuram və Allah şiddətli cəza verəndir. O zaman münafiqlər və qəlblərində xəstəlik, küfr və şək xəstəlik olanlar, bunları Bədrə gedən İslam ordusunu dinləri aldatmışdır deyirdilər. Halbuki, kim Allaha təvəkkül etsə, şübhəsiz qalibdir. Çünki Allah yenilməz qüdrət və hikmət sahibidir. Əgər mələklərin, kafirlərin canlarını aldıqları zamanı görsən, belə bir səhnənin şahidi olarsan ki, alovlu qamçı ilə
onların üz və arxalarına vururlar və dadın yandırıcı əzabı deyirlər. Bu əzablar özünüzün qabaqcadan göndərdiyiniz şeylərin cəzasıdır. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir. Bu müşriklərin hərəkətləri Firon ailəsinin və onlardan qabaqçıların rəftarı kimidir ki, onlar Allahın ayə və nişanələrinə kafir oldular. Allah da onları günahlarına görə cəzalandırdı. Həqiqətən Allah çox qüvvətli və şiddətli cəza verəndir. Müşriklər üçün olan bu əzablar ona görədir ki, Allah öz ənənəvi qanunlarına əsasən bir qövmə verdiyi neməti, onlar özlərində olanı, salih halları dəyişməyincə dəyişdirmir, onlardan almır. Məkkə əhalisinin rifah halı İslamdan sonra pisliyə və çətinliyə doğru dəyişdi. Çünki onlar öz adi hallarını Peyğəmbərlə mübarizə və inad etmək istiqamətində dəyişdirdilər. Şübhəsiz Allah eşidən və biləndir. Bunların davranışları Firon ailəsinin və onlardan əvvəlkilərin rəftarı kimidir. Onlar özlərinin Rəbbinin ayələrini təksib etdilər. Biz də onları günahlarının cəzası olaraq həlak etdik və Firon ailəsini batırdıq. Onların hamısı zalım idilər. Şübhəsiz Allah yanında, onun əzəli elmində və lövh-i məhvuzunda canlıların ən pisi kafir olub daha iman gətirməyən kəslərdir. O kəslər ki, onların bəziləri ilə əhd peyman bağladın, sonra onlar hər dəfə öz peymanlarını pozur və Allahdan və peymanı pozmaqdan çəkinmir və qorxmurlar. Odur ki, əgər döyüşdə onları ələ keçirsən, onlara ağır cəza verməklə, arxalarınca gedənləri qovub dağıt, bəlkə ibrət alsınlar və döyüş fikrinə düşməsinlər. Əgər əhd peymanınız olan bir dəstənin xəyanətindən və əhd peymanı pozmasından qorxsan, onda sən də əhd peymanını pozmağı bərabərlik və ədalət əsasında onlara tərəf at və elan etməmiş öz əhd peymanını pozma ki, həqiqətən Allah xainləri sevmir. Kafirlər əsla irəli keçmiş olduqlarını, bizim səltənətimizdən xaric olduqlarını zənn etməsinlər. Şübhəsiz onlar bizi aciz edə bilməzlər. Bizim əzabımızdan qaçıb qurtula bilməzlər. Vasitəsilə Allahın düşmənini, öz düşməninizi və onlardan qeyri sizin tanımadığınız və Allahın tanıdığı digər düşmənləri qorxutmaq üçün onların müqabilində bacardığınız qədər qüvvə, insan qüvvəsi, müasir silahlar və döyüş xərcləri və bağlanmış və bəslənmiş atlar, münasib, minik vasitələri tədarük edin. Allah yoluna hər nə xərcləsəniz, qiyamət günü o, kamil surətdə sizə veriləcəkdir və sizə əsla zülm edilməyəcəkdir, haqqınızdan kəsilməyəcəkdir. Əgər onlar sülh və barışığa meyil göstərsələr, sən də ona meyil et və Allaha təvəkkül et ki, şübhəsiz odur eşidən və bilən. Əgər sülh və barışıqda, yaxud başqa bir məsələdə səni aldatmaq istəsələr, şübhəsiz sənə Allah kifayət edər. Səni öz qeyb köməyi və möminlərin vasitəsilə qüvvətləndirən odur. Onların qəlbləri arasında Allah ülfət yaratdı. Əgər sən yer üzündə olan şeylərin hamısını xərcləsəydin, onların qəlbləri arasında ülfət yarada bilməzdin. Lakin Allah onların aralarında ülfət yaratdı.
Həqiqətən o, yenilməz qüdrət və hikmət sahibidir. Ey Peyğəmbər, Allah və sənə tabe olan möminlər, risalət vəzifələrini həyata keçirməkdə sənə kifayətdir. Qeyb köməkləri ondan, zahiri müqəddimələri isə onlardan. Ey Peyğəmbər, möminləri cihada həvəsləndir. Əgər sizdən 20 nəfər səbirli olsa, onlar 200 nəfərə qalib gələrlər. Əgər sizdən 100 nəfər olsa, onlar kafirlərin 1000 nəfərinə qalib gələrlər. Çünki onlar anlamaz bir qövmdülər. Şücaət və bu kimi ruhu sifətlərin qüvvətlənməsinə səbəb olan tövhidi dərindən dərk etmirlər. İndi Allah bir nəfərin 10 nəfərlə mübarizə etməsinin vacibliyi və bir nəfərin 10 nəfərdən qaçmasının haramlığını götürərək vəzifənizi yüngülləşdirdi və sizdə ruhiyyə və sayınızda zəiflik olmasını bildi. Əzəli elmi zahirdə həyata keçdi. Beləliklə, əgər sizdən 100 nəfər səbirli olsa, onlar 200 nəfərə qalib gələrlər və əgər sizdən 1000 nəfər olsa, Allahın izni və köməyi ilə onlar 2000 nəfərə qalib gələrlər. Allah səbirlilərlədir. İlahi hökumətin qurulması və onun qalması baxımından heç bir peyğəmbərə hökumətini yer üzündə qüvvətləndirib möhkəmləndirənə qədər döyüş əsirlərinin olması yaraşmaz və haqqı yoxdur. Əksinə, düşmən döyüş əsnasında öldürülməlidir. Siz dünya malını, əsirləri satmaq və ya fidyə ilə azad etmək istəyirsiniz. Allah isə axirəti istəyir. Allah yenilməz qüdrətli və hikmət sahibidir. Əgər Allah tərəfindən qərara alınmış keçmiş hökm, bütün dəlil sübutlar gəlməmiş, əzab etməmək hökmü olmasaydı, götürdüyünüz şey, Peyğəmbərin əmri olmadan fidyə üçün götürdüyünüz əsirlər barəsində sizə mütləq böyük bir əzab yetişərdi. Buna görə də, qənimət kimi əldə etdiyiniz şeydən, Bədr döyüşünün qənimətləri və əsirlərin fidyəsindən halal və pak olaraq yeyin. Bu, səmavi şəriətlərdə döyüş qənimətləri və fidyələri barəsində olan ilk icazədir və bu icazə ilə surənin onları ənfal olaraq Peyğəmbərin ixtiyarında qoyan birinci ayəsi arasındakı ziddiyyəti 41-ci ayədəki bölgü aradan qaldırır. Allahdan qorxun ki, əlbəttə Allah çox bağışlayan və mehribandır. Ey Peyğəmbər! Bədr müharibəsi əsirlərindən sizin ixtiyarınızda olanlara de, əgər Allah sizin qəlblərinizdə bir xeyir olmasını, İslamı qəbul edəcəyinizi bilsə, sizə sizdən alınandan daha yaxşısını verər və sizi bağışlayar. Allah çox bağışlayan və mehribandır. Əgər bu əsirlər sənə xəyanət etmək, fidyə ilə azad olub, yenidən digər müharibəyə başlamaq istəsələr, bu ilk dəfə olan iş deyil. Bundan qabaq Allaha da xəyanət, küfr və müharibə xəyanəti etdilər. Buna görə də səni onlara o hakim etdi. Allah bilən və hikmətlidir. Həqiqətən iman gətirən, Mədiniyə hicrət edən və Allah yolunda öz malları və canları ilə cihad edən kəslərlə Mədinə əhalisindən mühacirlərə yer və pənah verən və kömək edənlər bir-birlərinin qəyyumudular. Onların arasında dostluq, qarşılıqlı yardım və irs əlaqələri vardır. Sizin iman gətirib hicrət etməyən kəslərlə onlar hicrət edənə kimi heç bir bağlılığınız yoxdur. Əgər din işləri barəsində
sizdən kömək istəsələr, sizinlə aralarında düşmənçiliyin ləğvi barəsində əhd peyman olan dəstənin zərərinə olan kömək istisna olmaqla, onlara kömək etmək sizin vəzifənizdir. Allah etdiklərinizi görəndir. Kafirlər də bir-birlərinin müttəfiq və dostudular. Əgər bunu möminlərlə birlik və kafirlərdən uzaqlaşmaq barəsindəki bu əmri yerinə yetirməsəniz, yer üzündə fitnə və böyük bir fəsad baş verəcəkdir. İman gətirən, hicrət edən və Allah yolunda cihad edən kəslər və onlara yer və pənah verən və kömək edənlər, onlardır həqiqi möminlər. Onlar üçün bağışlanma və gözəl və bol ruzi vardır. Sonradan iman gətirən, hicrət edən və sizinlə birlikdə cihad edən kəslər, dostluq və dini qardaşlıq əlaqələri baxımından sizdəndilər. Allahın kitabında, lövh-ü məhvuzda və bu kitabda yazılmış varislik hökmündə qohumlar bir-birlərinə başqalarından daha haqlıdırlar. Beləliklə, hicrətin əvvəlində mühacirlərlə ənsar arasında çıxarılmış varislik hökmü nəsx oldu. Həqiqətən Allah hər şeyi biləndir.